Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bugün sizlərə Avtovağzal metrosunun tam yaxınlığında, metroya ayaqla 2 dəqiqəlik məsafədə yerləşən 5 mərtəbəli Xruşovka layihəli binanın 5-ci mərtəbəsində 2 otaqdan 3 otağa düzəlmə, müəyyən əşyalı satılan mənzilin satışı təqdim edirəm. Buyurun, hörmətli izləyicilər, tam ətraflı şəkildə baxın. Evin kvadratı təxmini 50-52 kvadrat metrdir. 2 otaqdan 3 otağa düzəlib. Binada isti sistemi, mərkəzi istilik sistemidir. Gördüyünüz bu əşyaların hamısı qalacaq. Bu ərazidə kirayanın qiyməti 400-450 manat arasıdır. Yəni kim alsa kiraya vermək mümkündür. Alqı-satqı günü evin açarları təhvil veriləcək. Bura evin sanitar qovşağı. Qeyd elədiyim kimi, hörmətli izləyicilər, 5 mərtəbəli binanın 5-ci mərtəbəsindədir. Orta blokdur, qlavoy deyil. 2 otaqdan 3 otağa düzəlmədir. Evdə yalnız 1-2 əşya var, onlara götürüləcək. Qalan əşyaların demək olar ki, hamısı qalacaq. Ev hazır gir-yaşa vəziyyətdədir. Ətraflı nə sualınız olsa, zəhmət olmasa, səhifədə göstərilən nömrə ilə əlaqə saxlayın. Suallarınızı tam ətraflı şəkildə cavablandıraq. Kimin satışda mənzili, həyət evi, obyekti varsa, zəhmət olmasa nömrəyimlə əlaqə saxlasın. Gələk təqdimatını edək, tez zamanda satışına kömək edək. Hörmətli izləyicilər, zəhmət olmasa videomuzu bəyənib kanalımıza abunə olun. Biz də tez-tez sizlər çəkək, videolar təqdim edək. Evin start başlanğıc qiyməti 110.000 manatdır. Real alıcı evə gəlib baxandan sonra evin sahibi ilə görüşdürəcək, qiymətdə endirim olunacaq. Açarlar bizdədir. Günün istənilən vaxtı 1 saat qabaqcadan xəbər eləsəz gəlib göstərə bilərik.